Salam, hər vaxtınız xeyir. Bugün sizlə magistratura imtahanından ən sonuncu 2026-cı ilin fevral qəbuluna baxacağıq suallarına. Elektron cədvəl fraqmenti verilmişdir. Deyir, belə deyək də, bu cədvəl verilibdir. Cədvələ əsasən diaqram qurulubdur. Diaqram hansı diapazonun əsasında qurulduğunu bizdən istəyir. Biz baxırıq ki, burada biz bir şeyi başa düşməliyik ki, EC diaqramı sadə ədəb istiqamətində qurur. Söhbətdən dairəvi diaqramdan gedir, onu sadə ədəb istiqamətində qurur. Amma o sütunlu diaqram həmişə koordinat başlanğıcından qurur. Deməli, biz variantları bir-bir burada yoxlamalıyıq ki, görək hansı variant uyğun gəlir. İndi biz bu tip məsələlərin həllində əvvəlcə onu da bilməliyik ki, burada cəmi 3 dənə xana var. Yəni 3 xananın əsasında qurulur bu diaqram. Yəni diapazonda xana sayı 3-dən çox olanları variantdan çıxarda bilərsiniz. Amma burada da elə variant yoxdur. Hamısında elə xana sayı 3-dür. Bir-bir variantları yoxlamaq lazımdır. Bax, birinci bununla başlayaq. A variantından. A9, A9, AC9 diapazonunu yoxlamaq lazımdır. O diapazon buradır. Diapazonun birinci xanası AA9, qiyməti 12-dir. İkinci xanasının 6-dır. İndi məsələ budur ki, bura 12-dirsə, 36%-dirsə, dedik, ya sadə rəqəm istiqamətində qurur. Burada 6-dır, 40%, düzdür. Necə ola bilər ki, 36%-imiz 12 edikdir, 40%-imiz 6 edik. Yəni, deməli, bu deyil, bu getdi variantı. B variantına baxası olsaq əgər, AA7, AC7. Deməli, bu diapazon da buradır, düzdür. Baxırıq ki, birinci neçədir? 10-dur. İkinci neçədir? 14-dür də. AB neçədir? 14-dür. Bunu hesablayası olsaq, AA8 üstə gəl AA9. 18 üstə gəlinsin 12 eləyir 30. 30-u 3-ə bölsək neçə eləyir? 10 eləyir. Üçüncü deməli 10-dur. İndi məsələ budur ki, bunun ikisinin də qiyməti eyni, yəni faizi eyni olmalıydı onda bu variantda. Amma burada da bütün faizlər fərqlidir. Yəni bura tutaq ki 36-dırsa, bu da 10 olsa, bura da 36 olmalıydı. Ona görə bu variantda səhvdir. Buna baxası olsaq. 8-ə. Bura 18. Bunu silim. Qarşılıq düşməsin. Deməli, 2 variantımızın adı çıxartmışıq. C variantına baxası olsaq əgər, AA8, AC8. Yəni, bu diapazon. Bax, bura. Buranı yoxlayası olsaq indi 18, 20. Deməli, AA-mız neçədir? 18-dir. AA8-imiz 18-dir. A, B 8-imiz 20-dir. Aha, düz ola bilər. İndi if bunu hesablasaq bunun daxilində AA8 böyükdür AC7-dən. AA8 18-dir, AC7 neçədir? 10-dur. 18 böyükdür, bəli, 12 elədir burada. Burada neçə elədi? 12. Deməli, 18, 20, 12 elədi də. Bura indi 18 eləyib, bura 20 eləyib, bura 12 eləyib. İndi gəlin bunun birini yoxlayaq. 36 faizimiz 18-dirsə, görəsən indi 40%-imiz həqiqətən bizə 20 verəcəkmi? 20, x eləyək onu. 40-ı vuraq 18-ə, bölək 36-ya. Bəli, verəcək. Deməli, cavab C variantıdır. Bu qaydada. Digər variantlarda bu qaydada belə yoxlamaq lazım idi. Düzgün cavabımız burada nəymiş? C variantıymış. Yəni, bu tip suallarda istifadə olunubdur. Yəni, köhnədən imtahanlarda. İkinci sualımız. Şəbəkələrlə bağlı olan bir sualdır. Qlobal şəbəkələr uyğunluğu müəyyən edir. İyerarxik menyu sistemi vasitəsilə mətn fayllarının axtarışını təmin edir. Mətn fayllarının axtarışını təmin edən Joperdir. Birə gəlir C. Telekonferans və xəbərlər bloku xidməti. Telekonferans xəbərlər bloku xidməti belə deyək də, bu Telenetdir. İkiyə gəldi nə? D variantı. Uzaq məsafədə yerləşmiş terminalların emulsiyası. Üzr istəyirəm, 2-yə gəlir A variantı, D variantı nə? 2-yə gəlir A variantı, 3-ə gəlir uzaq məsafədə yerləşmiş terminalların emulsiyası Telenet. 3-ə D gəlir. Burada xəbərlərdən mən tutmalıydım ki, 100 netdir bu, protokolda NNTP-dir. Deməli, 1-ə C, 2-yə A, 3-ə də gələcək bəs D variantı gələcək. Cavabımız C variantı. Bu qədər. Ümumiyyətlə, onunla bağlı da belə deyək də, vəsaitlərdə qeyd olunubdur, hansının nə olduğu. Bura baxın, zəhmət olmasa.
Burada da bizim xidmətlərimiz mövcuddur. Yəni bu xidmətlərdən tutmaq olar da, yəni hamısının qabağında nə olduğu və protokollarda qeyd olunur. Buradadır. Bu da elə çətin sual tipi deyil. Burada FTP faylların ötürülməsi xidmətidir, protokol da elə FTP-dir. Joper götürmüşük variantlara, C variantı chat mətn fayllarını axtarışıdır. Email elektron poçt xidmətidir. Protokolları SMTP göndərən, İMAP-la poçtda qəbul edən. Verilənlərin tipi deyil. Access 2019. Verilənlərin tipi deyil. Verilənlərin query'si bu tipi var. Belə deyək də, number da var. Sonra calculate da var, short text də var. Accounting maliyyət tipi, bax belə bir tip yoxdur. Bu bir növ Excel-dədir. Access-də belə bir tip yoxdur, D variantıdır. Doğru mülahizəni müəyyən edin. Kumos, RAM, cache yaddaş, video yaddaş, daxili yaddaşdır. Bəli. Kumos da, RAM da, video yaddaş da, cache yaddaş da, daxili yaddaş təbir. Əməli yaddaşda aktiv proqramlar veriləndən müvəqqəti saxlanır. Bəli, ümumiyyətlə RAM-dır, cache yaddaşdır, video yaddaşdır, register yaddaşdır. Bunlar elektrik enerjisinin asılıdır, müvəqqəti saxlayır verilənlər. Deməli, bu da düzdür. Səs kartı informasiya daşıyıcısı deyil. Səs kartı, belə deyək də, səsimizi qəbul edib ötürür də. Yəni, email anonimli rəqəmsala, rəqəmsala anonimlə çevirir. Bu informasiya daşıyıcısı deyil. Bu səhvdir. Streamer məlumatı maqnit üzərində saxlayan yaddaş qursudur. Bəli, streamer bildiyimiz kasetdir, informasiyanı maqnit lentin üzərində saxlayır. Bu düzdür. Matrisli printerlər informasiyanı istiriş vasitəsilə kağıza çap edir. Xeyr, matrisli printerlər, ümumiyyətlə printerlər literli və daha doğrusu zərbəli və zərbəsiz olmaqla ikiyə ayrılır. Zərbəli printerlərin matrisli və literli kimi növləri var. Zərbəsiz printerlərin şırnaqlı, termikli, lazerli kimi növləri var. Matrisli printerlər zərbəli printerlərin bir növüdür. İğnə başlıqla işləyir. Yəni, bu səhvdir. Kağıza, istiriş vasitəsilə kağıza çap etmir. O, termikli printerlər. Skanerin seyrəklik qabiliyyəti bir düymə düşən xətlərin sayı ilə ölçülür. Bu cümlədə səhvdir. Skanerin aktiv imkanları DP ilə ölçülür. Xətlərin sayı ilə ölçülmür. Deməli, baxsaq əgər burada 1-dir, 2-dir, bir də 4-dür. Düzgün cavabımız Y variantı. Mətn prosesorunda sənədə yerləşdirilən sərlövhənin, yəni header footer'ın səhifədəki mövqeyi hansı lent tabı və lent qrupundan təyin edilir? Biz baxası olsaq əgər bura, Word-ı açsaq baxarıq ki, biz sənədə sərlövhə kalın titulu insert tabından əlavə edirik. Insert tabından header and footer qrupundan əlavə edirik. Bax burada. Əlavə edəndə, header footer əlavə edəndə, sərlövhə yəni əlavə. Header and footer adında əlavə lent tab açılır. Biz position qrupundan, header footer, əlavə açılan header footerdan, position qrupundan header footer'ın səhifədəki mövqeyini, yəni yuxarıdan aşağıdan səhifədəki mövqeyini təyin edə bilərik. Həmçinin bunu layout tabından, page setup'ın dialoq pəncərəsindən layout başlığına keçərək buradan da təyin edə bilərik. Yəni, açılan əlavə header footer'dan bir də ki, əsas lent tabı olan layout'un page setup'ının dialoq pəncərəsindən layout başlığından, bax, buradan da təyin edə bilərik həmin işimiz. Gəlin görə indi onun hansı var variantlarda, bir dəqiq üzr istəyirəm. Deməli, baxın, bir dənə elə Y variantı var. Diqqətli baxsaq, o birisi yoxdur. Düzgün cavabımız budur. Hansı əməliyyatın köməyi ilə bütün sənəd seçilir? Bu da köhnə sual tiplərindən biridir. Word-də sənədin seçilməsi anlayışıdır. Sənədin sol kənarında boş sayda mouse'un sol düyməsini 3 qat çirkləməklə seçmək olar. Bəli, ümumiyyətlə, sol kənarda bir dəfə vuranda sətr seçilir. 2 dəfə vuranda abzas seçilir. 3 dəfə vuranda sənəd bütövlükdə seçilir. Klaviaturadan kontrola da məlum məsələdir ki, sənədi seçir. Sənəd daxilində ixtiyari yerdə mouse'un sol düyməsini 4 dəfə vurmaq yoxdur. Sənəd daxilində ixtiyari yerdə mouse'un sol düyməsini bir dəfə vursan sözü seçərsən, 2 dəfə vursan abzası seçərsən, üzr istəyirəm, səhv dedim.
Sənəd daxilində ixtiyar yerdə mouse'un sol düyməsini bir dəfə vuranda heç nə olmur. 2 dəfə vuranda sözü seçirəm. 3 dəfə vuranda abzası seçirəm. Kontrol basılı vəziyyətdə bir dəfə vuranda isə cümləni seçirəm. Deməli, bu səhvdir. Klaviaturadan F8 düyməsini 2 dəfə ardıca sıxmaqla. Deməli, F8-i bir dəfə vuranda heç nə olmur yenə. 2 dəfə vuranda söz seçilir. 3 dəfə vuranda cümlə seçilir. 4 dəfə vuranda abzas seçilir. 5 dəfə vuranda bütün mətn seçilir. Yəni 2 dəfə ardıca sıxmaqla da olmur. Bu da getdi. Kursor sənədin sonunda yerləşdirib klaviaturadan Shift Ctrl Home düymələri kombinasiyasını sıxmaqla. Bəli, bunlar mümkündür. Ümumiyyətlə Home düyməsi tək istifadə olunarsa sətrin əvvəlinə keçir. Əgər bunun qabağına bir dənə Shift yazsaq, sətrin əvvəlinə qədər seçir. Bunun qabağına bir dənə Ctrl yazsaq, sənədin əvvəlinə qədər seçir. Enddə eyni qaydada da sənədin sonuna qədər seçir. Klaviaturadan Ctrl düyməsi basılı saxlamaqla sənəd daxilində ixtiyar yerdə mouse'un sol düyməsini kilidlədikdə cümlə seçirik. Amma sol boşluqda vurduqda mətni seçə bilərik, təmiz sənədi. F8 düyməsini bəli 5 dəfə ardıcıl sıxmalı indicə dedik ki, bütöv sənədi seçə bilərik. 1, 2, 5, 7, yəni A variantı. Bu qədər. File Explorer proqram pəncərəsinin sağ sahəsindəki obyektlərə süzgəcləmə tətbiq edilməsi üçün hansı görünüş rejimindən istifadə olunur? Deməli, File Explorer proqram pəncərəsinin deyir, sağ sahəsindəki obyektlərə süzgəcləmə. Biz File Explorer proqram pəncərəsi, yəni bu hissəyə keçsək, görünüş rejimlərimiz var. Deməli, burada Details rejimini görürsünüz də. Details rejimində biz sənədimizə süzgəc təyin edə bilərik. Ümumiyyətlə, bu rejim ən çox xüsusiyyət görsənən rejimdir. Details. 4 dənə əsas xüsusiyyət görsənir. Ad, ölçü, son dəyişiklik, tarixi, tip. Məsələ budur. Və bu rejimdə filtr, yəni süzgəc tətbiq olunur. Necə tətbiq olunur? Məsələn, ada görə süzgəc tətbiq edə bilərəm. Məsələn, adı ayla H arasında olanlar görsənsin. Məsələ budur. Yəni, süzgəc bu rejimdə tətbiq olunur. Ümumiyyətlə, bizim başqa rejimlərimiz də var. Extra large icon, bax, bu görünüş ölçüsüdür. Çox böyük görsədir. Large icon, böyük görsədir. Xüsusiyyət görsənmir bunlarda. Medium, normal görsədir. Small icon bu formada görsədir. Sətr üzrə əlifba sırası ilə düzür. Yenə xüsusiyyət görsənmir. Sonra list, sütun üzrə əlifba sırası ilə düzür. Yenə xüsusiyyət görsənmir. Details, artıq bu rejimdə obyektə məxsus ən çox xüsusiyyət görsənən rejim budur. 4 dənə xüsusiyyət görsənir. Obyektlər ölçüləri kiçik ölçüdə olur. Details. Sağ aşağı küncdə görsənir hər şey və ölçülər orta ölçüdə olur. Content isə məzmun, bax bu qaydada. Elə bil Azərbaycan dili dəftəridir. Xəttin içərisində görsənir, son dəyişiklik tarixini ölçüsün. Yenə ölçü, yəni obyektlərin ölçüsü orta ölçüdə olur. Content də budur. Deməli, düzgün cavabımız bizim burada nədir? Details. Yəni ki, A variantı. Təhlükəsizlik divarı firewall əsas funksiyası nədir? Deməli, bu təhlükəsizlik divarı şəbəkə ilə kompüter sistem arasında duran bir divardır. Şəbəkədən gələ biləcək təhlükələrdən bizim sistemimizi qoruyur. Burada düzgün cavab A-dır. MAC ünvanı dəyişmək deyil. DNS ünvanları şifrələmək, gizlətmək də deyil. Bunu da eləmir. SS ID-ni yeniləmək, SS ID ümumiyyətlə belə deyək də, Wi-Fi-nin bir növ adını gizlədilməzdir, onu da eləmir. Düzgün cavabımız A variantıdır. 9-cu sualımızdakı, yenə bu sualda Excel ilə bağlı olan bir sualdır, elə çətin sual deyil. Text, mətn funksiyaları lendir, leftdir, right. Deməli, 1-ə gələcək burada neçə? C variantı. Logical, məntiqi funksiyalar if-dir, and-dir, or-dur, not-dur. Bunlar da nədir? True-dur, false-dur. Bunlar nədir? Məntiqi funksiyalardır. Deməli, 2-yə gələcək nə? Məntiqi funksiyalardan if. 2-yə gəldi, 7. Statistik funksiya, yəni average-dir, count-dur, count-adır, maksimumdur, minimumdur. Bunlar da nədir? Statistik funksiyadır. Count-if-dir, statistik funksiyadır. Count-un özüdür. 3-ə gəlir A. Deməli, 1-ə C, 2-yə 3-ə A. Elə variantımız var, Y variantı. Başqa yoxdur məncə, hamısını deyilir. İnternetdə host kompüterin domen adı verilənlər bazasının hansı modelinə uyğundur?
Domen ad, belə deyək də, ardıcıllıqdır da domen ad yazanda. Burada ardıcıllıq ancaq iyerarxik ola bilər. D variantı. Yəni heç bir modelə başqa uyğun olamaz. 11-ci sualımıza baxaq. Deyir, TCP protokolunun əsas funksiyası nədən ibarətdir? Protokollar haqqında, yenə elə bunu açmışkən burada görsədim. TCP protokolu var, IP protokolu var. Bazada əsas protokoldur bunlar. Bu TCP protokolu verilərdən ötürülməsinin idarə olunması protokoludur. Bu informasiyanı paketlərə ayırır, son məntəqədə də o paketləri birləşdirir. Verilərdən ötürülməsinin idarə olunması protokoludur. IP protokolu isə hazır paketləri ünvanlaşdırır. Yəni məlumatların hansının hara gedəcəyini müəyyənləşdirir. Ünvanlaşdırır, qəbul ediciyə ötürür. Deməli, bu sualımıza baxası olsaq indi biz, qısa məlumatların ötürülməsi etibarlılığının təmin olunması. Xeyr, qısa məlumatlar ümumiyyətlə UDP protokolu ötürür. O da sonda yoxlamır, çatmır. Uyğun marşrutlar haqqında şəbəkə lazım məlumatlar vermir. İnformasiya axınının paketlərə bölünməsi və son nöqtədə nədir? Yığılması. Düzgün cavabı C variantı. Ünvanlaşdıran da IP-dir, edək ki. Bunu da edərik. 12-ci sual. Deyir, sistem proqram təminatına aid olanlar, ümumiyyətlə imtahanda orada aid olan, aid olmayan bu cümlələrə diqqət eləmək lazımdır. Sistem proqram təminatı verilənlər bazasını idarə etmə sistemləri bu VBS. Bunlar da tədbiri proqramdır. Əməliyyat örtükləri, əməliyyat sözünü harada görsək sistem. Kompüter iş qabiliyyət diaqnostika proqramları da sistemin servis hissəsinə aiddir. Diaqnostika edən post proqram məsələn. Avtomatlaşdırılmış layihələndirmə sistemləri AutoCAD, ArcCAD, OrCAD bunlar tədbiri proqramdır. Expert sistemlərdə tədbiridir, arxivləşdirmə proqramlardır. Failə sıxır, failin həcmini dəyişdirir, tərkibini dəyişmir. 2, 3, 6 düzgün cavab D variantı. Gələk 13-cü sualımıza. Bu sual tipinə baxaq. Görək 13-cü sualda nə deyəcək. Belə qeyri-adi sual deyil, yəni bunun rahat həlli var. Bu sual tipləri adətən indiyə qədər belə deyək də, abituriyentlərdə istifadə olunmuş sual tipləridir. Yəni elə DİM-in toplusunda da buna aid sual nümunələri var. Algoritmin icrası nəticəsində N8 qiyməti alıbdır. Son nəticəmiz nə olubdur bizim? Bax, buramız 8 olubdur. N-in ilkin qiymətini müəyyən edin. Baxın, N-imiz sonuncu qiymətimiz nə olub? 8 olubdur, düzdürmü? İndi bu məsələ, yəni bu prosesi, yəni nə vaxt sona çatır? A-mız böyük bərabər olanda 45-dən də, nə vaxt ki A böyük bərabərdir 45-dən nə olur? Hesablama sona çatır. Düzdür? İndi N8 qiyməti alıbdır. A-mızı hər dəfə nə qədər artırırıq? 3 dəfə artırırıq. Böyük bərabərdir 45. Belə yazırıq. Düzdür? İndi bax, burada biz A-mızda belə deyək də, birinci qiymət 2-dir. Biz x dəfə artırmışıq da 3-ü. Hər dəfə x dəfə artırmışıq. 8 üstə gəlsin 3x. Böyük bərabərdir neçə? 45. 3x böyük bərabərdir neçə? 45-dən 8 çıxsa neçə eləyəcək? 36 mı eləyir? 37 eləyir. 37 eləyir. 37-ni də 3-ə böləsi olsaq, deməli 13-cü sualımıza baxsaq, 13-cü sualımızı bir də kəsək götürək. Görək nə deyir. Bu sual tipi o qədər çətin sual tipi deyil. Yəni, amma ki, magistratura imtahanında birinci dəfə idi algoritmlə bağlı bu sual tipi düşürdü. Bu adətən abituriyentlərdə olur. Abituriyentlərin elə DİM-in toplusunda da var bununla bağlı sual tipi. Deyir, algoritm icrası nəticəsində N8 qiyməti alıbdır. Yəni, hesablama çatıb sonra N-in qiyməti, bax, bu hissə neçə olubdur? Son nəticəmiz 8 olubdur. N-in ilkin qiymətini müəyyən edin, yəni birinci qiymətini. Deməli, onda biz nə edəyik? Baxın, bu dövr nə vaxt sona çatır? A-mız böyük bərabər olanda 45-dən də kiçik olub ki, hesablama gedib, böyük bərabər olan kimi, ən azından bərabər hal olan kimi dövrdən çıxır. Deməli, onda A-mız A plus 3 böyük bərabərdir 45 olub da, hər dəfə artıq bu qədər.
Birinci qiymətimiz də 2 olub. 2 plus 3-ümüz də x dəfə artıb da, bilmirik neçə dəfə artıb. Böyük bərabərdir 45. 3x böyük bərabərdir 43. X də böyük bərabərdir 43-ü 3-ə böləndə 14 tam nə qədər düşür? Onun dərəcədə 15 götürürük. Deməli, burada tam 15 dəfə dövr olubdur. Deməli, biz onda enimizin son qiyməti neçə olubdur? Burada enimiz, bax, bu hesablamada en qiyməti 8 olub. Hər dəfə endən 8-i 15 dəfə çıxmışım. Belə bir şey olub. 15-i 8-ə vursaq 120 edir. İndi en çıxaq 120, en də bərabərdir 128 edir. Düzgün cavabımız Y variantı. İlkin qiyməti bu olubdur. Bu qədər. Növbəti sualımıza baxaq. Bir dəqiqə. Hə. Algoritmin xassələrinə aiddir. Bax, algoritmin belə deyək də, hansı xassələr var? Algoritmin xassələrinə aiddir deyəndə, burada adekvatlıq xassəsi yoxdur, aktuallıq xassəsi də yoxdur, faydalılıq da yoxdur, qiymətlidir. Bunlar hamısı informasiya. Müəyyənlik xassəsi algoritmin xassələrini, müəyyənlik, kütləvilik, bunlar algoritmin xassələri idi. Sonra 15-ci suala baxası olsaq əgər, gəlin baxaq 15-i. Deyir ki, doğru faili müəyyən edin. Doğru fail adlanır. Failin adında belə deyək də, xəttin 3 halı. Kiçikdir böyük işarəsi, dırnaq işarəsi, sonra sual işarəsi, ulduz işarəsi istifadə oluna bilməz. Elpiti 1-dən elpiti 9-a kimi istifadə oluna bilməz. Com 1-dən com 9-a kimi istifadə oluna bilməz. Out istifadə oluna bilməz. Null istifadə oluna bilməz. Pırın istifadə oluna bilməz. Özdə məsələ budur ki, o pırındır, nulldur, out'dur, com'dur. Bunlar elpiti 1-dən elpiti 9-a, com 1-dən com 9-a ad hissəsində istifadə oluna bilməz. Genişlənmədə olar. Failin adında tək dırnaq işarəsində istifadə icazə var. Buna yoxdur. Buna da yoxdur. Buna var. Buna da var. Buna yoxdur. Başqa görək nə var? Bir də buna da var. 1, 4, 5, 7. Yəni C variantı. Demək olar ki, hər imtahanlarda bu sual tipi düşür. Aha. Köhnə versiyalarında Windows 10-da elpiti 0-dan elpiti 9-a idi. Amma bugünkü gündə elpiti 0-ı artıq Windows 11-də istifadə etmək olur. Elpiti 1-dən elpiti 9-a. Ribbon təqdimatı hansı görünüş rejimində əks olunmur? Ribbon interfeys təqdimatıdır, hansı görünüş rejimində istifadə olunmur? Bu, ümumiyyətlə, bizdən PowerPoint görünüş rejimlərini istəyir də. Bax, normal görünüş rejimi var. Notes page-də var, Slice Sorter-də var, Edit View-da var. Bizə dəqiqə. Bax, slide çeşidləri, Slice Sorter var. Ribbon, lent interfeysi, lent deyir hansı görünüş rejimində görsənmir, üzr istəyirəm. Lentin hansı görünüş rejimində görsənməməsi, Edit View-da lent görsənmir də, yoxdur. Qalan hamısında lent görsənir. Aha. Ümumiyyətlə, o da nədir? Dediyim kimi, PowerPoint ilə bağlı olan bir sualdır. Yəni, bax, bu sualımızdır. Bax, diqqət eləsəz, Edit View oxu görünüş rejimində. Bu rejimdə başlıq sətri və vəziyyət sətri görsənir. Bu hamısında belədir. Davam edeyim. 17-ci sual. Say sistemləri ilə bağlı olan bir sualdır. Sadə sualdır. Deməli, baxsaq buna. Görək nə deyir ki. Deyir ki, uyğunluğu müəyyən edin. İfadələr onluqdadır. Bunun 16-lıq daşı qarşılığını istəyir. 195-i 16-ya bölərik. Neçə dəfədirsə onu taparıq. Sonra eyni qaydada o birisilərdir. 195-i 16-ya bölsək 19-un içində 16 bir dəfədir. 19-dan 16 çıxsaq 3, 5. 35-in içində 2 dəfədir. 12, 32 eləyir. Burada düşür neçə? 3. İndi 12 belə deyək də neçədir? 10A, 11B, 12C. C3. 1-ə gəlir ha. 375 16-lıqdadır. 2 dəfəsi 32 eləyir. Burada neçə düşür? 5 düşür, düzdür? 5, 55. 55-in sonunda 16-da neçə dəfədir? 3 dəfədir. 48 eləyir, 7 düşür. 23 yoxdur da 16-lıq say sistemində. Bir dəfə 16, 16. Burada düşür neçəsi? 7'si. 1, 7, 7. 2'ye gəlir B.
442. Birə A, 2-yə B variantı varmı? Birə A, 2-yə B, 2 variantı var. Qəsdən belə qoyurlar ki, vaxtınız geçsin, üçüncüyü də hesablayın. Deməli, indi buna baxsaq, 442 bölək neçə? 16. 3 dəfə gəlmiş, 2 dəfəsi 32 eləyir. Bu da düşür neçə? 12. 12-ni indirdi aşağı, 2-ni də indirdi aşağı. 122-nin içində 16 neçə dəfə gəlir? Belə deyək də, 7 dəfə 6, 42, 7 dəfə 6, 42, 2 yazdıq, 4 yadda, 7 dəfə 1, 7, 4 də yaddı, 11, 112. Burada neçə düşür? 10 düşür. Düzdür, 10. Aha, 27, 10 var da 16. 27-yi 16-ya bölsək, bir dəfə 16, 16. Burada da düşür neçə? 11. Yəni B. 1, B, A. Deməli, 3-ə də gələcək Y, B variantı. Bu getdi belə. Növbəti sualımıza baxaq. 18-ci sual. Buna da baxaq, bunu da kəsək götürək sərbəli formada. Deməli, deyir ki, kitab doc faylı C informatika nəzəriyyə qovluğunda yerləşir. Nəzəriyyə qovluğunun içərisində. İnformatika qovluğunda praktika qovluğu yaradılır. Deməli, biz C 2.informatika, onun içində nə yaradılır? Praktika yaratdıq. Sonra həmin fayl yeni yaradılmış alt qovluğa daşınır. Yeni yaradan praktikayı da bunun içərisinə daşınır. Bundan sonra həmin faylın tamamı. Deməli, bunun içərisinə daşınırsa həmin fayl kitab doc faylı. Belə olur da o. Bunun içərisində. Tam ad deyirsə, bunun hamısını da cavaba götürürük. C informatika, praktika, kitab doc, düzgün cavab C variantı. Bu sual tipi də əvvəllər imtahanlarda istifadə olunur. Çətin sual deyil. Növbəti sualımıza baxaq. 19. Körpü nədir? Müxtəlif topologiya eyni protokollu kompüter şəbəkələrini birləşdirmək üçün. Baxaq. Görə elə variant var mı? Bu da cavab B-dir. A-da deyir müxtəlif topologiya və protokollu. Bu ikisi də müxtəlifdirsə, bu routerdir. Bu getdi. İşçi stansiyanı yoğun koaksal kabelə qoşan blokudur. İşçi stansiyanı yoğun koaksal kabelə qoşan transferdir. Müxtəlif protokolu iki müxtəlif kompüter şəbəkəsi arasında əlaqə yaradan şlüz ola bilər. Kompüterlərin şəbəkə adapterlərini nazik kabelləri birləşdirən də konnektordur. Düzgün cavab olur da B variantı. Davam edirik. Bunu da işarələyək B. 20-ci sual deyir, aşağıda göstərilən laptopun hansı düyməsinə aiddir? Ümumiyyətlə, biz baxsaq bura, nə görərik burada? Home tabının daxilində paragraf qrupuna biz baxası olsaq, burada siyahın 3 növünü görərik. Görərik burada markerli siyahı var, budur, nömrələnmiş siyahı var, bir də çox səviyyəli siyahı var. Bax, diqqətli baxsaq, həminki hissə burada fikir versiniz. Yəni, bu nəyə aiddir? Görərik ki, markerli siyahıya aiddir, yəni C variantıdır. 21-ci sualımıza baxası olsaq. Deyir, kitabın elektron versiyası 192 səhifədən ibarətdir. Yəni, bir dənə kitabımız var, 192 səhifəsi var. Bu kitabın hər səhifəsində, hər 3 səhifəsindən birində yalnız bu piksel ölçülü məlumat var. 192-yi 3-ə bölsək, alt dəfə 18, 1, 12, 4 dəfə 64. Deməli, bunun 64 səhifəsində bu kitabın 3 səhifəsindən bir dediyinə görə. 512 vurulsun, 256 piksel ölçülü, dərinlik də özü yazılıb birbaşa, vuraq 16. Yəni, H bərabərdir, A vuraq B, vuraq N düsturunda. N burada dərinlik idi, elə özü yazılıb. Palitratsalar desə, 16-nın qüvvətindəkini götürərdim. Yəni, 4-ü götürərdim. Amma dərinlik dediyinə görə 1,5-16-nı yazdım. İndi bunu hesablayası olsaq, ölçü vadi bilirsiniz də, qrafik informasiyada bit olur. Özdə biti də yazıldı. 2-nin qüvvətindən götürdüyümüzə görə. 206 vuraq 209, vurulsun 208, vurulsun 204. 6, 9, 15 edir. 15 ilə 8, 23 edir. 23 ilə 4, 27 edir. 200-də 27 bit. Biz bunu megabayta çevirəcəksə 223-ə böldükdə bitdən kilobayta 213-dür, megabayta 23-dür. Bunlar ixtisar getdi, burada qaldı 204, yəni 16. Bura 16 elədi. Qalan səhifə 192-dən 64 çıxsaq, 12-dən 4 çıxanda 8 eləyir.
8-dən 6 çıxanda 2 edir, 128-dir. Qalan 128 səhifəsi, 128-də 207-dir. 4096 simvol, 212. Unicode kodlaşdırılması. Unicode deyirsə vurdum 2-yə. Deməli, nə qaldı? Unicode, mən bu kitabın elektron versiyasının informasiyanın həcmi neçə baytdır? Megabayt. Bunu yazdım. Deməli, bunu da hesablayası olsaq 2 üstündə 19 vurulsun 2 eləyəcək 2 üstündə 20. 2 üstündə 20-ni böləcəm indi megabayta. Bu baytdır da Unicode-da 2-yə vurmuşam deyə bayt. ASCII-də də 1-ə vurabilirim. Deməli, nə eləyəcək? 1 megabayt. 1 megabayt burada, 16 megabayt buradadır. Cəmi 17 megabayt həcmi varmış. Bu qədər. Belə. Bu sual tipi məsələn biraz yora bilərdi oldu imtahandaş tələbələrimiz. 22-ci sual, amma yazılmayacaq bir şey deyil bu da. 22-yə baxası olsaq. Deməli, baxaq görək nə deyir ki, A1, Y8 və F2, H9 diapazonlu birlikdə neçə xana var? Deməli, biz A1, Y8, burada biz A, B, C, D, Y sütunlarını görürük. Burada 5 dənə sütun var. 8-dən 1 çıxırdınız, üstə 1 gəlirdiniz də. Ya da 1-dən 8-ə sayarsınız, o da uzun prosesdir. 8-dən 1 çıxırsan, 7 üstə 1 gəlsən 8. Bu da sətirdir. İndi xana sayını tapası olsaq, rows, chess daha doğrusu, 8-i 5-ə vursan 40 eləyir. Deməli, bu da 40-dır. F2 2.H9. Burada birinci, bax, biz nə etməliyik? Belə deyək də, sütun sayını tapmalıyıq, sütun. Biz A, B, C, D, Y, F, C, H deyirik. Bax, Excel'in özündə də bunu sizə göstərə bilərəm. F, C, H deyirik. Elə F, H demirik bir dəfə. Bax, fikir ver bura. Bax, diqqət eləsən, F, C, H deyirik. Ona görə həmişə tələbələrə bu dərsi keçəndə deyirəm ki, o ardıcıllığı ən azından H-a kimi bilin ardıcıllığı. Ki, siz onu nədir? Yaza biləsiniz. Buydum, hə. Deməli, nədir? FCH. FCH sütun sayı neçə dənədir? 3 dənə. 9-dan 2 çıxıram. 7 ilə üstə 1 gəlim 8. Bu da sətr sayı edir. 8-dən də sətirdir. Deməli, 8 dəfə 3, 24 xana sayı. 24-ü də üstə 40 gələndə ümumilikdə 64 dənə xana var. Tartib etdim. Belə. Sonra davam edək qaldığımız yerdən. Üç ölçülü qrafik proqram vasitələrinə nədir? Aid deyil. Üç ölçülü qrafikiyə aid olanlar, burada Adobe Photoshop aid deyil də, bu rasterdir. Maya aiddir, bu da aiddir. Adobe Illustrator aid deyil. Bir də CorelDRAW aid deyil. Yəni 1, 5, 6 aid deyil. 24-cü sualımıza baxası olsaq. Deməli, deyir ki, Setup Slideshow əmrlərini yerinə yetirdiyi əməliyyatları müəyyən edin. Baxsaq əgər. Setup Slideshow hardadır? Bu ümumiyyətlə Slideshow'un daxilindədir. Bax, buradadır. Nə deyir ki, Setup Slideshow əmrləri ilə yerinə yetirən əməliyyatları müəyyən edin. Bu bizə nə istəyir, bilirsiniz mi? Burada Slideshow'da, bax, bu Setup Slideshow, yəni buradan yerinə yetirilən əməliyyatları müəyyən edin, onu demək istəyir. Deməli, baxası olsaq əgər ora, görək nə deyir ki, bir-bir oxuyaq, bir-bir görək olur, yoxsa olmur. Slaydların gizlədilməsi. Bax, bu buradan mümkün deyil. O, belə deyək də, setup'ın içərisindən hide slide əmridir, gizlədilmiş slaydır üstündən də xətt çəkilir. Bunu eləyə bilmərik. Bu mümkün deyil. Sonra, slayd arasında keçid vaxtının təyin olunması. Onu biz bir slayddan digər slayda keçid vaxtını təyin etmək üçün yenə gəlib buradan təyin edə bilərik. Ya da ümumilikdə hamısına standart bir vaxt vermək üçün transition'dan buradan da təyin edə bilərik. Deməli, nədir? O deyil. İkinci də deyil. Bir slayddan digərinə avtomatik keçmək üçün daxil edilmiş vaxt qrafikindən istifadə. Burada belə bir şey var. Slideshow'un daxilində, Setup Slideshow'un içərisində, bax, bu gördüyümüz bu rejim var. Bu üçüncü bu rejim elədir ki, sən bir slayddan digər slayda hansı vaxtı təyin edibsənsə, ancaq o vaxta keçə bilirsən.
Klaviatura düymələri işləmir. Sadəcə kontrol mouse'un sol düyməsi lazer aktivləşdirə bilir. Özü də təyin olunmuş vaxt ərzində keçir. Yəni bu düzdür, bunu eləyə bilirik. Təqdimatın nümayiş tipinin seçilməsi. Bunu da eləyə bilərik. Nümayiş tipinin seçilməsi nə deməkdir? Yəni full şəkildə olsun, başlıq sətrindən və vəziyyət sətrindən baş sətrin görünməsi ilə olsun və yaxud vaxtla olsun. Onu da buradan seçə bilərik. Deməli nədir? Dördüncü düzdür. Slaydın nitq müşayiəti ilə nümayiş etdirmək üçün səsin yazılması. O da mümkün deyil. Onu yenə biz setupın içindən reportdan eləyə bilərik. Sonra baxın, nümayiş olunacaq slaydın intervalını da göstərə bilərik. Bəli, göstərə bilərik hardan? Setup bax buradan. Hansı intervaldakı slaydları nümayiş etdirə bilir. Deməli nədir? 3, 4, 6-dır bu sualımızın düzgün cavabı da. 25-ci sual. Uyğunluğu müəyyən edin. Insertdə olan burada media və link. Baxsaq əgər həqiqətən də elədir. Insertün daxilində media və link qrupunu siz görürsünüz. 1-ə gələcək nə? Belə deyək də, Y variantı, bir də C variantı. Review. Review tabına burada aiddir. Read aloud. Çox tələbə buna A variantında götürmüşdü. O viewdadır. Bax. Niyə axı 2 dənə belə deyək də, oxşar əmrimiz eyni yerdə olsun? Bax, görürsünüz, read note. 2-yə gələcək nə? D variantı. Üçüncü sual, view. Bu da B və A variantını özündə saxlayır. Deməli, baxsaq əgər həqiqətən də elədir. Bax, diqqət eləsəz, 2 dənə əmrimiz yanaşdı orada. Deməli, 1-ə Y, C, 2-yə D, 3-ə D. Ümumilikdə o qədər çətin deyildi suallar. İçində indi bir-iki sualda müəyyən nüanslar vardı, amma belə o qədər çətin suallar yox idi. İkinci şansımızın da qəbulu, yəni bu tipdə olması gözlənilir.